Hər işi başlayanda bacardığınız qədər Bismillahirrahmanirrahim deyin. Görün həyatınız necə dəyişir. Bismillahirrahmanirrahim evdən çıx. Vacib de ucadan deyəsən, ürəyindədir. Maşını işə salmaq istəyirsən, Bismillahirrahmanirrahim. Bunun bəhrəsinin nəticəsini görürsən. Oturdu bir şeydə, Həzrət Əlinin yanında. Oturacaq, qırıldı, yıxıldı yerə, başı əzildi. Həzrət Əli salam edir, nə oldu başıma gəldi? Dedi, üstünə, Bismillah demədin oturanda. Bismillahirrahmanirrahimlə yaşayaq həyatımızı. Allahın rəhmət sifətinə diqqət eləyək. Deyir, Bismillahsız yemək yeməyə başladın, dərddir sənin üçün. Ağrıdır, acıdır, ağırlıq gətirəcək, xəstəliklərin mənşəyidir. Bu hamısı ilahi qaydalardır, ilahi qanunlardır. Hər yerdə də Allah deyir, məni rəhmət adı ilə yad elə, mən də məcbur olacam, məcbur dırnaq ara.